Kızlar, yedikçe yemek istəyəcəyiniz, tam asıllıq yaradan bir ləzzət də gəldi. Bugün Oğuz Qəbələ zonasının o məşhur qovurğasını hazırladım. Reseptimiz əslində çox sadədir, amma bəzi kiçik püf nöqtələri var. İlk olaraq bir stəkan düyünü təmiz yuyub, üzərinə çıxacaq qədər su əlavə edirik ki, yaxşıca yumşalsın. İstəyə uyğun olaraq düyünün miqdarını artırıb azalda bilərsiniz. Təxminən 4-5 saat suda qalması kifayətdir. Düyü yumşaldıqdan sonra suyunu süzürüb və təmiz bir parçanın üzərinə səririk ki, nəm hissəsi tamam çəkilsin. İndi isə keçirik ən maraqlı hissəyə. Tavaya bol yağ əlavə edib yaxşıca qızdırırıq. Burada balaca bir məsləhətim var. Çalışın istifadə etdiyiniz tava köhnə olsun. Çünki yüksək istilikdə yağ tavanı qaralda bilər. Mən nənəmdən qalma tavada edirəm. Tavanın rənginə baxmayın. Tez-tez qovurğa qovrulur deyə yanıb. Nə qədər təmizləsəm də ağ günə çıxara bilmədim tavanı. Yağ tam qızdıqdan sonra düyünü süzgəcə töküb yağın içərisində qızardır. Çünki bu qorğa birbaşa yağın içərisinə tökülmür. Süzgəclə qızardılır. Belə edəndə həm daha yaxşı şişir, həm də hər tərəfli qızarır. Oldu gözüm o qara gözlərinə, aldandım inan o şirin sözlərinə. Çıqdandı bilirim gözlərin canlar alır, gözüm baxdım hara gecəmə gözümə. Hardasan səadət, üzülməyi həsət, ürəyim dolu məhəbbət, məhəbbət, məhəbbət. Ya nəsib ya qismət. Düylərimiz qızılı rəng alandan sonra onları kənara götürürük. Qızardıb bitirdikdən sonra son toxunuş olaraq üzərinə zövqə görə qoz, fındıq və ya meyvə quruları əlavə edib nuş edə bilərsiniz. İnanın, bir dəfə hazırlasanız, xırçıltısına görə hər gün etmək istəyəcəksiniz. Resepti bəyəndinizsə videonu bəyənib yaddaşda saxlamağı və səhifəni izləməyi unutmayın. Hər birinizə nuş olsun.